Vladimir Putinin Ukraynadakı işğalına sülh danışıqları nəticəsində könüllü şəkildə son qoyacağına ümidlər böyük bir illüziyadır. Çünki Rusiya ilə rasional danışıqlar aparmaq mümkün deyil. Bu fikirləri Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mikhail Podolyak Times-ə müsahibəsində bildirib. O əmindir ki, Rusiya dayana bilmir, istəmir və dayanmayacaq. Yalnız iqtisadi sanksiyalar və hərbi infrastrukturuna zərbələr vasitəsilə buna məcbur edilə bilər. Rusiya ilə güya nəyəsə razılaşmaq, rasional şəkildə danışıqlar aparmaq barədə danışılan hər şey sadəcə illüziyadır. Böyük bir illüziya, deyə Podolyak vurğulayıb. Bu gün Rusiyada hərbi sənaye kompleksi iqtisadiyyatın yeganə inkişaf etmiş sektorudur və bir çox insan ya birbaşa, ya da müharibəyə xidmət edən müəssisələr vasitəsilə buradan gəlir əldə edir. Prosesləri yönəldə biləcək alternativ yoxdur. Əgər Putin müharibəni indi məcburiyyətsiz dayandırsa, bu üsyana səbəb olar. İnsanlar nə böyük pullar qazanmağa, nə də nifrətlərini boşaltmağa yer tapmazlar. Rusiya bu müharibədən ən azı könüllü şəkildə çıxa bilməz, deyə Podolyak deyib. Həmçinin o, Ukraynanın əbədi müharibə təhlükəsi ilə üz-üzə olmadığını, Rusiyanın geri çəkilməyə məcbur edilə biləcəyini düşünür. Rusiyanın sülhü yalnız müharibənin qiymətini, əsasən də maliyyə xərclərini kəskin artırmaqla məcbur etmək olar, deyə o bildirib. Podolyak əlavə edib ki, Ukraynanın Rusiya ərazisində hərbi hədəflərə qarşı dron və digər zərbələri müharibəni birbaşa Rusların üzərinə gətirə bilər. Bu, Rusiyadakı ictimai reyə ciddi təsir edir, deyə o qeyd edib. Onunla yanaşı, Podolyak bildirib ki, Ukrayna hələ də ABŞ-ı Avropa ilə birlikdə vacib müttəfiq sayır. Emosional olaraq, bəli, hər şey çox çətindir. Çünki bu artıq müharibənin 3-cü ilidir. Amma biz hələ də anlayırıq ki, ABŞ bizim tərəfdaşımızdır, deyə o bildirib. Eyni zamanda Prezident Administrasiyası rəhbərinin müşaviri vurğulayıb ki, Trump administrasiyasının ritorikasında baş verən dəyişiklik ABŞ-ın Rusiyaya daha real baxmağa başladığını göstərir. Yumşaq diplomatiya yalnız Rusiyaya qarşı tərəfin güzəştə getməyə hazır olduğu təsəvvürünü yaradacaq və nəticədə Moskva riskləri artıracaq. Rusiya hər şeyə hökm etmək istəyir. Hətta ABŞ-la iki tərəfli danışıqlarda belə Podolyak deyib. Bu ABŞ-la imzalanmış yeraltı sərvət sazişini də şərh edərək bildirib ki, bu sənəd son aylarda şübhə altında olan ABŞ silahlarının Ukraynaya çatdırılmasına zəmanət verir. Onlar öz aktivlərini qorumaq istəyirlər, elə deyilmi? Əgər biz onlarla tərəfdaşlıq edirik, onlar bizə hətta konversiya əsasında da silah sata bilərlər. Biz bu silahlarla ərazilərimizi, dolayısıyla onların da aktivlərini qoruyacağıq, deyə Podolyak əlavə edib. Qlobal neft qiymətlərinin kəskin enməsi Rusiyanın maliyyə yükünü daha da ağırlaşdırıb və bu da onun milli büdcəsini saxlamaq üçün digər ölkələrin maraqlarından asılılığını artırıb. Səudiyyə Ərəbistanının qiymətləri artırmaqdan imtina etməsi Rusiya iqtisadiyyatına ağır zərbə vurub. Evramaydan Press'in məlumatına görə neft gəlirlərindən ciddi şəkildə asılı olan Rusiya buna baxmayaraq hasilatı artırmaq qərarına gəlib. İndi isə bu qərarın bədəlini ödəyir, çünki qiymətlər kəskin şəkildə enib və Səudiyyə Ərəbistanı da gəlir itkisinə yol verməmək üçün hasilatı artırıb. 2025-ci ildə Rusiya Maliyyə Nazirliyi neft və qaz gəlirlərini 129.700 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırmışdı ki, bu da ölkənin ümumdaxili məhsulunun 1/5%-ni təşkil edirdi. Lakin bu proqnoz neftin bir barel üçün $70 qiymətinə əsaslanırdı. Neft qiymətlərinin enməsi ilə bu proqnoz 1047 milyard dollara endirilib ki, bu da 24% ciddi azalma deməkdir. Bu 28 milyard dollardan çox kəsirin əsas səbəbi Urals markalı neftin təxminən 58 dollara satılmasıdır ki, bu da ilkin büdcə planlaşdırmasında nəzərdə tutulan 70 dollardan xeyli aşağıdır. Neftin qiymətinin hər 10 dollar azalması Rusiyaya illik təxminən 17 milyard dollar zərər vurur. Bu gəlir itkisi büdcə kəsirini daha da artıracaq və hökuməti ya borclanmanı artırmağa, ya vergiləri yüksəltməyə
etməyə ya da 2008-ci ildə yaradılmış və artıq xeyli tükənmiş Rusiya Milli Rifah Fondundan istifadə etməyə məcbur edə bilər. Rusiya üçün vəziyyət daha da çətinləşib. Çünki Ukraynanın pilotsuz zərbə dronları onun neft əmalı gücünün 15%-ni sıradan çıxarıb. Bu isə gündə 600 min, 900 min barel neft itkisinə bərabərdir. Nəticədə Rusiya benzin ixracını dayandırmaq və daxili bazarı təmin etmək məcburiyyətində qalıb. Bu da itirilmiş gəlirləri hasilatla kompensasiya etmə imkanlarını məhdudlaşdırır. Ümumilikdə maliyyə ehtiyatları azalan və gəlir artırmaq üçün məhdud imkanları olan Rusiya ciddi iqtisadi çətinliklərlə üz-üzədir. Əksinə, Səudiyyə Ərəbistanının böyük maliyyə ehtiyatları var və bu ölkə uzun müddət aşağı neft qiymətlərinə davam gətirə bilər. Reallığın hasilatı azaltmaqdan imtinası neft ixrac edən ölkələrin razılaşmalarına sadiqliyini və iqtisadi şaxələndirməyə verdiyi önəmi göstərir. Əsas neft bazarı oyuncusunun dəstəyindən məhrum olan Rusiya büdcəsinin kəsiri daha da artacaq və bu da onun uzun müddətli hərbi əməliyyatları davam etdirmək, geniş miqyaslı hücumlar həyata keçirmək və ümumilikdə iqtisadi sabitliyini qorumaq imkanlarını zəiflədə bilər. Xatırladaq ki, Ukrayna 2024-cü ilin yanvarından bəri Rusiya neft emalı zavodlarına 60-dan çox dron hücumu həyata keçirib. Üstəlik, çoxsaylı anbarlar və nasos stansiyaları da hədəfə alınıb. Ən son hücum martın 16-sında Moskvadakı ən böyük neft emalı zavoduna edilib və nəticədə Moskvanın yanacaq təchizatının 50% risk altına düşüb.